Neft milyonçusu xeyriyyəci Ağa Musa Nağıyevin həyatının və fəaliyyətinin araşdırıcısı, tədqiqatçısı olaraq Azərbaycanın keçmişinin, onun dəyərli səhifələrini gələcək nəsillərə ötürmək məqsədilə 35 ildir ki, bu yönümdə çalışıram. Ənənəyə sadiq qalaraq hər il martın 4-də milyonçu mesenat A.M. Nağıyevin anadan olmasının və vəfatının 1849 403 1919 ildönümü münasibətilə Biləcərdə məzarının önündə toplaşırıq. Unutmaq olmaz ki, məhz milyonçu xeyriyyəçilərimiz Heyzə, Tağıyev, A.M. Nağıyev, Aşa, Əsədullayev, M. Muxtarov, İsabəy Hacınski, Ağabağ, Laquliyev, Aşurbəyovlar 19-cu əsrin sonu. 20-ci əsrin əvvəllərində Azərbaycanda iqtisadiyyatın, xüsusilə neft sənayesinin yeni tələblər səviyyəsində qurulmasında dövlət başçıları ilə döyüşən Azərbaycan sənayecilərinin sayılanlarından olublar. Saman satan Hacı Nağının oğlu Ağa Musa 11 yaşından hamballıq edərək əlinin qabarı ilə qazandığı pulun hesabına 49 yaşında milyonçuya çevrilmişdir. Böyük sərvət sahibinə çevrilən A.M. Nağıyev Şimali Azərbaycanın, xüsusilə Bakının ictimai, siyasi və iqtisadi həyatında iştirak edənlər sırasında birincilərdən olub. Bakının memarlıq incisi sayılan Şərq və Qərb memarlığının ən incə ustalıqlarını özündə əks etdirən İsmailiyyə Azərbaycanın ictimai təfəkkür tarixinin inkişafını göstərən parlaq nümunəsidir. Məhz Ağa Musa Nağıyev, Yeni Avropa və Astoriya mehmanxanaları, Realni məktəbi, Boş üçün bina, körpələr evi, yetimxanalar, məscid, neft və kerosin zavodları, qızlar üçün yataqxana və məktəb tikdirən Kirxaya və indiyədəki erməni kilsəsi kimi tanınan, əslində isə sinaqoq köməkçi otaqların tikilməsinə və Biləcərdə körpünün 1898 saldırılmasına küllü miqdarda vəsait ayıran olub. MDG-yə ictimai birliyi olaraq agentliyin dəstəyi ilə layihə rəhbəri olduğum 7 sənədli filmin 6-dını Ağa Musa Nağıyevin fəaliyyətinə həsr etmişəm. Tarixdən bəllidir ki, 1918-ci ilin martında ermənilərin Bakıda yaratdıqları qırğınlar zamanı İsmailiyyəni yandırarkən, oğlu İsmaili sanki ikinci dəfə itirdiyini dərk edən Ağa Musa, 100 bina tikdirəcəyinə və 100 yaşayacağına çox inanlı olsa da 98 bina tikdirdi. Məhz İsmailiyyə hadisəsi onun ölümünə səbəb olmuş və o 1919-cu il martın 4-də 70 yaşında vəfat etmişdir. Bu qədər xalq üçün çalışan bu insanın nəşi, Çəmbərə, kənd 1919, 1931, Proparkan 1931, 1938, Biləcəri Dağüstü 1938, 1998 qəbristanlıqlarını gəzən nəşi 1998-ci ildən daimi olaraq Biləcəri qəbristanlığında girəcəkdə uyuyur. 2016-da qəbrüstü büstü ucaldılıb. Tarixin qısa kəsiyində bu böyük xeyriyyəçi, Ağa Musa Nağıyev şəxsiyyətini unutturmağa çalışsalar da bu baş tutmadı. Millət ona nurlu əməllərlə işıqlı yol göstərən şəxsiyyətləri qəlbində, ruhunda, varlığında yaşadır və yaşadacaq. Keçirdiyim sayı hesaba gəlməyən tədbir və görüşlər, yazdığım 11 kitab, çəkilən filmlərin süjet xətti və təltifləndiyim tərəqqiyə medalı, eləcə də yiyələndiyim alimlik dərəcəsinin mövzusu. Bütövlükdə Ağa Musanın sahibkarlığı və xeyriyyəçilik fəaliyyətinin araşdırıcısı olduğum sayəsində həyata keçib. A.M. Nağıyevin nəvəsi, yazıcı, publisist Dilarə Nağıyeva 4-03-2026 Unutmaq mənə də gəlir ki, bu böyük bir günah olar. Çünki onun 98 binası onun tərcümeyi halıdır. Amma necə gəlib ora çatıb, onun çox çətinliyinlə, olduqca çətinliyinlə ora gəlib çatıb. Mən həmişə deyirəm ki, onun bir sümüyü 16 kilogramlıq hamal şəbəsinin altında əzilməyib, bükülməyib və o inadından dönməyib ki, mən çörəyə çatacağım. Bu xüsusiyyət məndə də var. Evdə də mənə həmişə deyirlər, falan şey deyirəm, olacaq inşallah. Hamı mənə deyir ki, əşli olacaq, nədir gözləmək. Amma gəlir, zaman gəlir və həmin şey yerinə yetir və mən hiss edirəm ki, neysə mənim içimdə elə bir duyğular yaranır ki, həqiqət olacaq, həqiqət tapılacaq. Haqq nazilər, amma bir üzülməz. Cümlə bir dənə stul verin də, əgər sulu ayaqqabı verin. Ne diyor?
Bura gelmeyeli de böyle bir yeni gelen üzülerimiz var. Salam aleyküm. Allah rahmet Gelmiş. eylesin. Günlerinizi koyan çok sağ olun. Teşekkür ederim. Ali Bey. Yeni Hanım'ın baş rehberi de Ali Bey. Teşekkür ederim. Bura gelip çatmağıma çok büyük yol gelir. Musallam 11 yaşından hambal olubdu. Hamballık eləyib ama hiç bak beli əyilməyib. Gururu əyilməyib. Ne vaxtdır görəyə çatacağım. Ve Allah Teala onu milyonlara çatdırdı. 18 yaşında əkin sahəsi alıb ki, torpaq sahəsi alıb ki, əkinciliklə məşğul olsun. Eləcə öyle orada onun talihi başlayıbdı. Neft fantamları qurub, ondan sonra buruglar, ondan sonra zavodlar, ondan sonra binalar, ictimai yığılacaq binaları vesaire vesaire. Ama ağamızdan alayı hiç vaxt düşünməzdi ki, onun qəbri 4 yer gəzəcək, 4 nəşi, 4 qəbir gəzəcək. Çox ağır olub, acınacaqlı olub vəziyyəti. Ona görə ki, pul qazanmaq edirdik, onu əldə saxlamaq bacarıq, ondan düzgün istifadə edilmək, istedad tələb edilir. Bax, bu üç nə dediyim məqamlar Ağamısan ağayın vücudunda cəmləşirdi və o yığıb, bilib hara xərcləsin və dəyəri də olubdur. Hərçənd ki, el arasında hərdən olan deyirlər ki, biraz sivilciliyindən danışırlar. Qənaətçil oldu. Mən Bahar xanım bir şahiddir ki, kitablarımda, çıxışlarımda, tədbirlərimdə hər yerdə deyirəm ki, yığan olubdur və pulunu yerini xərcləməyi bilirdi. Xeyriyyəçilik nə deməkdir? O deməkdir, kimin seçimində 5 manat pul qoydum, bu oldu xeyriyyəçilik. Xeyriyyəçilik yerində eləmək lazımdır. Bəli. Mən də deməli birinci nəşri 30 gedən rəhmətə gedəndə yeganə vəsiyyəti olub ki, Kərbəlada oğlu İsmailin yanında dəfn edilsin. Amma ona qismət olmur çünki totalitar rejim artıq hərəkətdə idi və 1990-cı ildə o rəhmətə gedərkən onu Kəmbərə kənd qəbirstanlığında bastırırlar. Əmanət qəbir qoyurlar. Yaşda nəsil bilir ki, əmanət qəbir nə deməkdir ki, yəni geçdiniz bu adam bu nəşr Kərbəlaya göndərilməlidir. Səthiyev ki, Sabir demişdi, Səthiyev ki, düşüncələrimiz həmişə reallaşmır və belə olur ki, 31-ci ildə, 1931-ci ildə Kirov parkı salınır və onu oradan çıxartmağı məsləhət görürlər. Çox çətinliklə onu çıxardırlar və gözləyirlər ki, evdəkilər ki, deməli, qardaşları ki, biraz pul əldə olsun, 413 milyon qızıl pulu olan milyonçu, 98 bina titrən milyonçu gözləyirlər ki, bu biraz ara sakitləşsin, pul düzəlsin, Kərbəlaya göndərsinlər bunun nəşrini. Məqamdır, çıxıbdı nəşi əldədir. Amma o da alınmır və 1931-ci ildə Binəcəli Proparka qəbirstanlığına gətirildi onu. Binəcəli onun ata yurdudur, vətənidir. Ona görə gətirirlər ora ki, orada qalsın. Yenə həmən əmanətdaş onunla olur, bərabər gəlir və bu əmanətdaş daşa dönsə də Musan ağayının talihi elə daşlaşır. Yəni elə də qalır. 1938-ci ildə ora sökülür, o qəbirstanlıq sökülür. Bunun talihine baxın, acı talihine baxın və xəbər gəlir artıq atam Respublikadan çox-çox kənardaydı, uşaqlar balaca, anam da cavan gəlir, amma onu göndərir, anam onun lampa işığında gecə balış üzünə, kəfən doğumlu balış üzünə yığır Biləcəridə, gətirir burada dağ üstündə, həmin böyük qəbirstanlıqda dağ üstündə, yuxarıdan onu 4 yol ayrıcında dəfn edir. Və 1998-ci ildə xeyriyyəçilər meydana gələn dövrdə mənim də baxdım fantam vurur, mənə xəbər gəlir ki, Ağamısan ağayın qəbrini, istəyirlər nəşrini Kərbəlaya aparsınlar. Əvvəlcə sevindim əlbəttə ki, bu gözəl, gözlənilməz bir hadisədir, nə yaxşı, kimsə fikirləşirmiş. Sən də mən xeyriyyəçilər idim və başda Hacı Ərvəz ilə axındığımız, Allah rəhmət eləsin, 3 ildə rəhmətə gedibdi. O dedi ki, Dərxan, bu pula ki mənə verib xeyriyyəçilər, mən onun qəbrini əbədiləşdirə də bilərəm, para istəyirsiniz, ya da ki, Kərbəlaya göndərim. Dedim, Kərbaladan imtina elədim, bilmirəm, mənə də gəl düz eləmişəm, çünki onsuz da deyirlər, onunla dalınca çox danışırdılar.
Danışsalar da faktlar əsaslanaraq, faktlara əsaslanaraq danışırlar heç idi. İntihası getməyinə mən etiraz elədim ki, sonra Azərbaycan deyər ki, ümumiyyətlə Azad Musa Nağıyev oldu. Qoy vətənində qalsın, qoy biləcəyində qalsın. İnqilab Nadirov idi o vaxt icra hakimiyyəti, Allah ona can sağlığı bilmirəm, sağlığı salamatdır. Bu yeri o verdi mənə və biz yuxarıdan onun nəşrini açanda, nəşrini kəfənə tutanda ki, mən eləmişəm bunların hamısını onların əli ilə. İnanın ki, iyul ayının 23-ü idi, 1998-ci iyulun 23-ü iri yağış damcaları hamını ıslatdı. Yəni göy də onun üçün ağlayırdı. Bu danılmaz bir hadisədir. İstəsəniz də belə bir poema da yazmaq olmaz, kitab da yazmaq olmaz. Amma bu həqiqətdir. Bunların şahidi mənəm. Burada olanlar 5-6 nəfər o vaxtında şahidləridir. Yəni göy də onun üçün ağlayırdı. Yəni belə acınacaqlı vəziyyət və 4-cü qəbri bura gətirdilər. Burada dəfn elədik və bunun üzərində çox böyük bir abidə qoydular, İsmailiyyə binasını, simvolik olaraq. Ne üçün ki, yəni onun həyatı çox maraqlıdır, sonraki həyatı da çox maraqlıdır. Yəni İsmail oğlunun yanına o gedə bilmədi, biz İsmaili gətirdik bura. O monumenti onun üzərinə qoyduk və bura balaca yer idi. Sonra 2015-ci ildə icra hakimiyyəti Xələddin müəllim sağ olsun o mənə dedi ki, biz biraz məzarı genişləndirmək istiyoruz və bu yeri, bu bütün dizaynları o rəssamlar işlədi və bir gözəl bir abidə qoyuldu ona. Baş ağrısı çünki belələri var. Və burada bu monumenti qoydular və yazdılar milyonçu Ağamusa Nağıyev 1849-1949. Və inanın 15-ci ildən bu tərəfə mən gəlirəm, gedirəm. O söz məni o qədər incidirdi ki, axı bu milyonçu yox, xeyriyyəçi olubdu. Milyonçu hər kəs ola bilər, amma xeyriyyəçilik az pulda olan xeyriyyəçilik edə bilər, çox pulda olan xeyriyyəçilik. Və bu xeyriyyəçilik sözü olmaması yenə məni vicdanımı əzirdi, tökürdü. Nəhayət, bilmirəm, Azər mənim gəlməli idi, böyük bir xeyriyyəçi. Mən onun qarşısında baş əyirəm, Xəzər müəllim məni tapdı. Onun televiziyası da var, Səhət televiziyasının prezidentidir. Çox görkəmli bir alimdir, mən deyərdim. Çox görkəmli, yox, ürəkli insandır. O məni tapdı və dedi ki, Dərxan, mən Musa Nağıyev məni rahat buraxmır yuxularımda. Bu həqiqətdir. Həqiqətdir. Mən bir-iki nəfərə bunları danışmışam, yəni uydurma heç vaxt mən xoşum gəlməz. Düzdür, papuslu sözlərdən xoşum gəlir, amma ki, uydurmadan acığım gəlir və həqiqəti həmişə olduğu kimi çatdırmaq istəyirəm. Və dedi ki, mən nə isə eləmək istəyirəm Musa Nağıyev üçün, Ağa Musa Nağıyev üçün. Dedim ki, nə var, hər şey var, amma bir dənə bir ağrı var mənim ürəyimdə, o ağrını mən daşıya bilmirəm. Dedim, nə dedim, milyonçu yazmışlar. Mən istəyirdim onun xeyriyyəçi, ictimai xəlqi olub, dedi, o da mənim gözüm istədim. Bu monumentin baxın hissəsini Azər Xudiyev. Mən istəyərdim bir alqış göndərik Azər Xudiyevə və Ağa Musa Nağıyevə oxumaq. Bir alqış göndərək ki, yeni bir maraqlı fakt olurdu, bir də deməli, yazdı bu monumenti qoydu mənim üçün və ondan sonra o adam yenə mənə dedi ki, mənim rahat bırakmır bir qadın. Bir qadın silueti mənim yuxularıma gəlir, rüyalarıma gəlir, məni rahat bırakmır. Çox o mənə həmin qadını surətini göstərəndə dedim ki, bu onun ikinci həyat yoldaşı Yelizaveta Grigoriyevnadır, Cankorova. Yahudi Gürcügah bir sorudur. Və mən dedim ki, onundur. Dedim, onun üçün neyim? Dedim, onun qəbri bərbad haldadır, 56 ildir rəhmətə gedir. O qəbri də o götürdürdü, gözəl bir abidə düzəltdirildi. Çox adamlarla oraya gedib, onun açılışında da olacaq. Yəni Azər müəllimlərdir, mən onun da qarşısında baş əyirəm, o cür xeyriyyəçilərin qarşısında. Yəni xeyriyyəçi bax bu deməkdir. Xeyriyyəçi yenə deyirəm, o demək 4-5 manat kimədirsə bu il verdin, çörək aldı. Yox, o xeyriyyəçi, mən onlara belə işlər silinməz, tarixə düşən xeyriyyəçiliklərdir. Mənə elə gəlir ki, bu əvəz edilməz insanlardır, əvəz olunmaz insanlardır. Hamınızı yordum, xoş gəlmişsiniz. Çünki bu gün mənim üçün bayramdır. Mən 35 ildir bu günü keçirdirəm. Gələ-gələ deyirəm ki,
Artıq 86-ya az Allah ömür qalıb. versin. Deyirəm 90-a can Allah Taala mənə bu görkəmi, bu qüruru məndən əskilməsin. 90-a can 90-dan sonra çox güman ki, məndən sonra gələnlər Bahar xanım mənim köməkçim olacaq həmişə. Amma Gönül xanımı qızıma həvalə edəcəm. Və bir də bir gözəl bir danışım əhvalat sizə. 3 il bundan qabaq öncə oğlumuz biraz səhhətində narahatçılıq var, narahatçılıq, ona görə bu il qoymadım onu gəlsin. Səmin oğlum dedi ki, dayanmışdı buradan, mən də dedim ki, biz belə bu qədər eləmişəm, mən də dedilər, mən hara? Dedim, mən anamın yanında istəyirəm, Çəmbərə kənddə, Yasamal qəbristanlığında. Oğlum dedi ki, yox mamam, bu burası sənin yerindir, bax, siz də şahidsiniz, keçən ildə demişəm, ora bir sənin yerindir, sən bir 35 ildir mən bu insan üçün, Solmaz bacımın rəhmətlinin oğlu Elşan buradadır. Qardaşım Pirəkənli Samir buradadır. Çox böyük, hamımız, dəyərli insanlar, hamımız mənim üçün əzizdir. Amma nə üçün demək istəyirəm ki, bax bu söz mənim Samirimin indi qoyun nəsihət olsun, öləndə mənim vəsiyyətim olar ki, mən də burada. Çünki sən bir aha Musa üçün o qədər çalışırsan, ən azından o belə kitabı yazmaq, bu mənim gecələrimdir, yuxusuz gecələrimdir. İnanın 4-də, 3-də, 2-də, 5-də oyanıram, 2 saat, 3 saat yazandan sonra biraz yoruluram, beynim yorulanda ancaq onda gedirəm, qardaşlar yazardır. Gedirəm və uzanıram biraz. Mənim rahatlığım yox, mənim rahatlığım Ağabusadır. Mənim rahatlığım budur ki, mən sizləri 2 nəfərlə də gəlsəm mən bura, mən elə düşünürəm ki, mən o gün böyük iş görmüşəm, Ağabusa Ağabeyi yad etmişəm, həmişə yaşadıram, ölənəcəm də yaşadacağım, mən də yanımda olacağım. Çox sağ olun, təşəkkür edirəm. Qəmər xanım, siz Qəmrüzdə olmuşdunuz, 20-ci dəfədir Qəmər xanım. Olmuşdunuz. Cəfər Cəbalının yadigarı Qəmər xanım buradadır. İstəyərdim bir iki-üç kəlmə özdə desin. Həm maması Dilara xanım həmişə mənim yanımda olur. İndi Qəmər xanım mənim yanımdadır sizlər kimi. Çox sağ olun. Buyurun. Dəvət elədik. Biz elə gəlin, belə deyəm. Cavab eşitsinlər sizi Qəmər xanım. Allah rəhmət eləsin. Bizim Azərbaycanımızın bir tarixidir. Oradan da Bakının, o vaxtki Bakımız, yəni indi də baxanda biz ona rəhmət oxuyuruq. Nə qədər binalar tikdirik, nə qədər xeyriyyətçi işlər görürük. Yəni təhsil sahəsində də o işlər çox olur. Yəni xəstələrimizə nə qədər onun əli ilə şəfa verilir. Yəni bugün Dilarə xanımlara mən minnətdaram, təşəkkür edirəm ki, Ağamsan Ağayevin bugün gördüyü işləri o təbliğ edir, onu yaşadır. Düzdür, onu biz onsuz da hamımız ürəyimizdə yaşadırıq. Bugün bizim borcumuz bura gəldi, ruhu şad olsun. Allah Dilarə xanımımızda da can sağlığı versin, gözəl iş görürsünüz. Hamıya minnətdaram, təşəkkür edirəm. Çox sağ olun, təşəkkür ederim. Hər il burada bizdən bir 10-11 nəfər qazanlar dayanır. Qarolda mənə çox böyük fəxrdir, çünki neçə illərdir, bu il biraz əməliyə sadiq qalmadım. Yeni vaziyemizdir. Ничего, если... Да ничего. Vladimir Bayrisoviç'ten Kazaklar Ataman'ın başı müavinidir. Sergey Валентин. Сергей Валентинович. Sergey Валентин Valentin. генерал. Я Владимир. Vladimir Vladimir, да. Пожалуйста. Çok sağ ol, teşekkür ederim. Спасибо большое, всем здравия желаю. Сегодня мы чтим память Муса Нагиева. Это общественный деятель азербайджанского народа. Казаки в свое время внесли свою лепту в организации Бакинской губернии, затем Азербайджанской республики, а сейчас Республики Азербайджан. Казаки уже 300 лет находятся на территории Азербайджана. Они сейчас трансформировались в общественную организацию. Я здесь представляю общественную организацию Союз казаков Азербайджана. Азербайджан, казаклары, Иштимай. Хочу передать уважение и память сегодняшнему мероприятию от имени атамана и от всех казаков нашей республики. Хочу сказать, что казачество всегда чтит память великих
деятель азербайджанского народа. Это писатели, деятели культуры, политические деятели и, как в данном случае, архитектор, архитектор и общественный деятель, который жертвовал свои деньги на благо своей республики, своего города, своей страны. Поэтому сегодня мы отмечаем очередную годовщину. И дай Бог, чтобы семья Мусы Нагиева всегда чтила эту память, поддерживала эту память. Потому что такие люди, как Муса Нагиев, они приравниваются к казачеству. Потому что казаки всегда охраняли свое государство, свою семью, свой народ, свою республику. Поэтому сегодня мы говорим спасибо потомкам Муса Нагиева, а самому Нагиеву Аллах рахмет. Allah razı olsun. Sağ ol. Ben bir kitap yazmaktan evvel başlamışım. Benden bir edekim vardı. Eserlerde yazdım. Ve 6 essay yazmışım. Atamla söhbətim, babamla söhbətim. O da çərşənbəsi diye düşür. Ağa Musa Nagiyev'in rəhmətli günü. O çərşənbəsindən yazmışım. Ve Musa Nagiyev'le əlaqələndirmişim. Bir də ben sizi istəyirəm. Sen dünyaya nağıl gəldin. Ben bunu yazdım. Bundan önce diyeyim ki avtobusda Bahar Hanım beni ağlattı. Ben olsa Ağa Musa için yani beni danışabilirim onun hakkında. Çünkü hakikaten ağır bu cür insanın talihi bile kurtarması ama bu günleri ona bile kıymet verilmesi benim için hem devletimiz kıymet verir hem sizler hem halk hem onların kitaplarının kim olduğu hamısından gelir ki biz Hazreti Tabakasına götürerek o kitapları bu benim için dünyadır. Ben onu yaşadıram. Bahar Hanım teşekkür ederim. O cür bir yazı yazmışsın, sayfa da vermişsiniz. Benim Azerbaycan sayfı, önde giden sayfı. Ve o sayfada da siz o yazını vermişsiniz. Her erken, bak benim şagirdim olduğu söylüyor. Ben sizi büyük de dansa ben sizi talebe kimi kabul ediyorum. Hakikaten əsl talebəsiz. Çünkü bütün kitaplarımın, 4-5 kitabımın Bahar Hanım redaktördür, Respublika Bunlar Cemiyeti'nin sədridir Bahar Hanım. Ve onunla beraber hem fikirlik, ben onun fikirlerini doğruduram, ahıra getiririm, o benim fikirlerimi herden çaşıram, karıştırıram ki, yani Rusça, bana köməkçi edir, İtalyancı bir qüvvədir, qüvvə verici bir qüvvədir, ilham alıram ondan ve bu günləri avtobusda siz okudunuz, istəmirəm burada vaxtınızı alın ki, Bahar Hanım orada okudu, çok güzel yazıldı, değerli yazıldı, Allah sevgili versin, öğrendiniz, teşekkür ederim. Ad günlerinde, ya kızımın ad gününde ben de bir görsün, bir yetkiden yazdıram, gönderirim, yeni sözler. Bu yeni sözler şimdi, yeni fikirler şimdi, son anı hakkında o devirde, Ömer'e de ondan qələbə çaldığını, bu yolda ona dayan olduğunu qeydə görsün, ona göre minnətdarım. İki kəlmə deyərimizdə salamlayıyorum. Sen bir tufan olup geldin dünyaya, nağla çevrilip hayatta kaldın. Ammallıktan milyoncuya çevrilen desen, biri vardı, biri ise yok dediler nağıldaki tek. Böyle bir deyim de var, eğilmez vicdanı büyük heykelin. Falan da eğilmedi senin zərif belini, eğilmedi bir ruhun, çattın arzularına. Çünkü atan nağı saman satandı. Dünyaya tufan tekkeli bir nağla çevrilen desen, biri var idi, biri ise yok dediler nağıldaki tek. Yoksulluktan zenginliğe adımlayanda, zenginlikten yol aldın unutkanlığa. Unuttun bel ağrılarını kurarak ucalttın, yarattıklarınla çattın halk dünyasına. Gençlerin tersine yönelterek, dedin sen Musa, Avrupa'nı getireceğim Azerbaycan'a. Çok büyük bir poemadı, teşekkür ediyorum. Ben bu sözlerinde benim o nağlımdı, hakikaten ben onu nağla çevirdim. Ve benim nemem bilirsiniz ki oğlumun balanca balası Amerika'da Buffalo Üniversitesi bitirip International mühendisiydi. Ve ben ona dedim ki ben buna neyine biliyorum. Dedim ben onu sen için bakmayacağım. Sürmü intelektle
Çoxları eşidib, mən onu yayınladım da. güzel. Süni intellektlə ona yəni, sözlər qoşdu, mahnı qoşdu. Gitara ilə, yox, piano ilə, sədalar altında. O qədər gözəldir ki, hər dəfə onun qulaq asında ağlayıram və Səadət xanım çox sağ olsun, Maliyə Nazirliyimizin nümayəndəsidir. Səadət xanım da onu mən şöyle flaşkaya yazdı. Biraz gecə oldu, mən istədim burada o mahnının sədalarını çatdıram. Hər halda onu mən WhatsApp-la səhifələrdə yayınlamışdım. Çox təsirli alındı. Mənim balam belə baladır. Nəvə-nə təxliyə gəlsin. Barxanı ki, kəlmə salamlayın. Soyuldu, amma lezzetli soyuldu. Gözürükdən Soyul deyil. daha gözəldir. Kaldığımız dözümlü kaldı. Teşekkür ederim. Dilara Hanım artık 35 il dedi. Yəqin ki, bütün 35 ildə mən onunla bərabər və bizim Qadınlar Təşkilatının xanımlarının kimin imkanı olub, müəyyən insanların işi olubsa da digərləri bax bu tədbirdə iştirak ediblər və çoxluq təşkil ediblər hər dəfə də. Mən yolda oxudum, gecə yazdığım məqaləni və sayta vermişəm. Ondan kim maraqlanar baxar, yəqin ki, qoyacam Dilara xanımın saytına. Amma nəyi demək istəyirəm? Xüsusilə mən orada nəyi nəzərdə tutdum? Nəzərdə tutdum ki, biz bugün gənclərimiz bax belə insanları yaddaşlarımızda saxlamalıyıq və onların keçdiyi həyat yolunu, həyat tərzini, onları nümunə kimi gənclərimizə ötürməliyik, mütləq ötürməliyik. Çünki o Musa Nağıyev və digər milyonçular kimi onlar bizim mənəviyyatımızın keçmişidir. Və bugün biz mənəviyyatımızı onlara baxıb davam etdirməliyik. Bu Musa Nağıyev deyəndə 98 bina tikdirib, bəzən inanılası deyil. Onun yaşı 70 yaşında dünyasını dəyişir və 49 yaşında sadəcə milyonçu olur. Bəs bu 98 binanı hansı müddətə necə tikdirir? Ki bu bizim Bakının və Azərbaycanın simasıdır. Bu gün Bakını gəzəndə biz onun tikdirdiyi binalara baxdıqda Bakı haqqında nə isə fikirlərimizi yürüdə bilirik, söyləyə bilirik. Amma bu qısa müddət ərzində 98 və o cür möhtəşəm binaların tikilməyi doğrudan da ağla sığmazdı. Və buna görə biz Dilara xanım, nə yaxşı ki siz Musa Nağıyev haqqında bütün məlumatları arxivlərdən toplayıb bizlərə çatdırdınız. Biz də onları gənclərimizə ötürüyoruz. Bu doğrudan bir nümunədir. Sizin də gördüğünüz işler bizim için nümunədir. Belki burada çoxlarından soruşsanız, nəinki burada, çox yerdə soruşuram, heç babasını tanımırlar, qəbri də hardadır, bilmirəm, hardadır. Bax, bu sizin bu nəslə, irsə verdiyiniz dəyər bizlər üçün doğrudan da bir dərsdir. Ona görə mən sizə təşəkkür edirəm. Ürəyimdən keçən sözləri yazmışam, onları burada təkrar etmək istəmirəm. Amma demək istəyirəm, hər bir vətəndaşın, Azərbaycan vətəndaşının borcudur ki, bizim keçmişimizi, gələcəyimiz, bugünkü günümüzü gənclərə ötürür. Təşəkkür edirəm. Allah səni gəlirəm. Bugün onun anım günüdür və bu günü ona görə qeyd etdim ki, çoxları bilməyənlər bir daha saytlara baxıb, bilsinlər ki, bu gün çok sağ olun. ve dualarını okusun. Teşekkür ederim. Allah rahmet. Teşekkür ederim. Yanımdasınız, ona göre. Maşallah, maşallah. Kaç hanım var burada bir tane? Dilara Hanım, İstifada olan, sonra ben tek şeker. İstifada olan salkonudu, polis salkonudu, Nicenci gəldiyimizdə cəmiyyətimizin Respublikamlar Cəmiyyətin sədrlərinin İdare heyetinde üzvləri. Gəlin, Gülbar xanımı arzuya ki, nəvə sevincini yaşasın. Amin ya Rabbi. Amin. Hamınıza salamlayıram və öncə təşəkkür edirəm ki, belə bir zamanda, belə bir xalqlarına, belə bir havanın sərinliyinə siz bizim milyonçu yox, xeyriyyətsiz Musa Nağıyevi yada salırsınız, vaxt sərf eləmişsiniz, gəlib ona baş sağlığı verirsiniz, Dilara xanımın yanında olursunuz, ən əsası. Mən də uzun illərdir demək olar ki, Dilara xanımın yanındayım. Mənim böyük hörmətim var xeyriyyətçilərə, o cümlədən
Musanlar rəhmətliyə. Ona görə də mən eşitdim ki, o köçüb bura Binəqədiyə, o vaxtdan da mən Binəqədi xanımın yanında gəlib onu həmişə yad eləyirəm, ziyarət eləyirəm və dualar eləyirəm. Onu yadına salanları, onun ziyarətinə gələnləri, onu hardasa bir qum boyda ona hörmət eləyənlərə dərin təşəkkürünü bildirirəm. Musa Nəbiyev Azərbaycanda onun böyük xidmətləri olub. Nəinki təhsildə, nəinki səhiyyədə, nəinki tikintidə, nəinki qızların məktəbində böyük fəaliyyətləri olub. Halal olsun Dilərə xanıma ki, Dilərə xanım yazıb, yaradır, üzə çıxardır, həmişə yad elətdirir, onun ruhuna dualar oxudurur, yasinlər oxudurur. Quran tapşırtdırır. Amma elə milyonçularımız var ki, heç bu günləri onu, bu gün Azərbaycanda tanımayanlar var. Bax, bunlar da vardır. Mən nə deyə bilərəm? Mən insanlar evinin ruhuna şad olsun, qəbri nurla dolsun. Bu mübarək günlərə düşürüz və mart ayı başdan ayıra yəni bayram günüdür. Ruhu şad olsun, ruhu şad olsun. Və bir şey arz edirəm ki, deyirəm, mən Dilərə xanımı çox istəyirəm. Çox istəyirəm ki, açılacağım yoxsa heç demək. Amma Dilərə xanım gözəl qələmi var, gözəl qəlbi var, geniş ürəyi var, gülüş ürəyi var, pozitivdir. İstəyək ki, insanlara yüngül energiya versin. Şəxsən təşəkkür edirəm bu xanıma. Və Allah Teala'dan diləyirəm ki, ad verəm Allahın təkallahlığına 85 il yaşadı sağlar. Qoy onu elə bir 100 ilə qədər də tablukda yaşasın. Amin. Bu ayarlar. Allah Teala tərəfindən bizim Peyğəmbərimizə gələn bir duanı oxuyum ona. Biz də o duanı bizim hər mollamız belki de okuya bilmir, ya bilmir. Ama var mollamız. Biri oxuyub, axundumuz oxuyub. Ama mollamızın ağzına gəlməsi, o duanı mən oxuyacağım. Çünki o duanı Peyğəmbərimiz Uhud dağında onun qoşunları zəiflədiyi bir yerdə Allah Teala Cənab-ı Cəbraili göndərir ki, ya Cəbraili yen bu duanı ver Məhəmmədə, qoy gələcəkdən Məhəmmədin hümbətlərinə lazım olsun, bağlı yollara açılsın, urduları olmayanda urdu versin, o susuz Ərəbistanda sular verilsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme ya Rabbim, ya Cebrail'ine ve Mikail'ine ve Esrafil'ine ve Ezrail'ine ve İbrahim'ine ve İsmail'ine ve İshak'a ve Yakub'a yüzyıldı bereketi. Amin. Amin. Ve Tevrat'ı ve Zebur'u ve İncil'i ve Kur'an'ı ya la havli ve la kuvveten illahi billahi alül azim. La ilahe illallah Melikul Hakk'ın Mebün Muhammed Resulullah Sadık'il Gadil. Amin. Amin. Ya Allah'ım, ya Allah'ım, ya Allah'ım. Ya Rabbim, ya Rabbim, ya Rabbim. Ya Hayyum, ya Kayyum. Ya Zalala, ya İkrama. Eselke, Bismilke, Erşin, Azim, Gitmen, Üzgünlüğüyle, halal, sevgiyle bu rahmetle. Ya Rahman Rahim, ya Rahman Rahim, ya Rahman Rahim. Allahümme mehmilile müminine vel müminat. والمسلمين والمسلمات الأحياء منهم والأموات إلا روح المؤمنين المغفورين المؤمنون وحق محمدين عليه الطاهرين الطيبين هرمة السورة المباركة الفاتحة
Bir Məkkə salavatı göndərək, bu gün onun ziyarətinə gələnlərin, dünyadan gedənlərin ürəyində olan, dillərində haqq olanların çox sağ ol. Allah'ım, çok sağ olun. Əziyyət çək. Allah rəhmət eləsin. Ceyhun Allah'ın sağlığı versin. Molla gəlsin bir dənə, burada yazsın oxusun, mən intervyunu verim. Gəl. Televizyon saxlayın. Bax, bax, bırakın. Ölümün yükünün 107. yıldönümüdür. Allah kendine rahmet eylesin. Onun ruhunun üstüne toplaşması. Ağamsa Nağıyev ömrü elə bir ömürdür ki, onu yaşamak herkese nasip değil. Allah'ın insanlara bəxş etdiyi en müsbətliklər, diyeyim mi? Allah'ın insana bəxş etdiyi en büyük zenginlik insanların ürəyində yaşamaqdır. Hikmətləriyle insanların ürəyində, tarixdə yaşamaqdır. Tarix şəxsiyyətlər yetiştirir. Bu şəxsiyyətlər ki, xalqı üçün, ölkəsi üçün, milləti üçün çalışıb, onları yaşatmaq bizim borcumuzdur. Bu bizim mənəvi borcumuzdur. Ağamsa Nağıyevin ömrü, Ağamsa Nağıyev zirvəsi elə bir zirvədir ki, onu fəth eləmək hər insana nəsib deyildir. Həyatı boyu, həyatın min bir çətinliklərinə rəğmən, həyatın bütün pillələrini qalxa-qalxa zirvələrə ucalan, millətini, ömrünü, bütün həyatını millətinə, xalqına həsr edən belə bir şəxsiyyəti heç birimizin unutmaq haqqımız yoxdur. Bu bizim mənəvi borcumuzdur, onu yaşatmaq, nəsillərə, gənc nəsillərə daşımaq, onun xidmətlərini, fəaliyyətlərini, Bakımızı bəzəyən gözəl memarlıq abidələri ilə hər birimiz qürur duyuruq. Bu, Ağamsa Nağıyevinin ruhu hukmuş hər bir bina bizim üçün əzizdir, müqəddəsdir. Onları hər baxdıqca biz həqiqətən qürur duyuruq. Dilarə Nağıyevə ömrünün çox uzun illərini, Ağamsa Nağıyevin xidmətlərinin aşkara çıxarılmasına, cəmiyyətə çatdırılması üçün çalışıb. Bu böyük bir missiyadır. Bəlkə də bu Allah'ın ona yönləndirdiyi bir missiyadır ki, Ağamsa Nağıyev kimi bir şəxsiyyəti insanlara tanıttırsın, onun yaşatsın, ruhu şad olsun bugünkü gündə. Ağamsa Nağıyevin ki, Dilarə xanım Ağamsa Nağıyeva kimi nəvəsi var. Onu yaşadır, onu nəsillərə, onun xidmətlərini, əməllərini nəsillərə daşıyır. Onun haqqında olan kitablar hər birimizin doğrudan da qürur mənbəyimizdir, hər birimiz üçün dəyərlidir, qiymətlidir və biz də yine tarix şəxsiyyətlər yetişir, amma bu şəxsiyyətləri yaşatmaq həqiqətən də bizim borcumuzdur. Çünki bu bizim mənəvi borcumuzdur. Mən İctimai jurnalının baş redaktörü kimi dəfələrlə vermişəm Ağamsa Nağıyev haqqında, Dilarə xanımın yəni əsərləri haqqında, kitabları haqqında məlumatlar vermişəm. Onun hər bir kitabında yazılan o qiymətli kəlmələr insanı doğrudan heyrətə gətirir. Ağamsa Nağıyevin xidmətləri gözümüz önündə canlandırdıqca o qədər o insana olan rəğbətimiz artır ki, yəni biz bəlkə də tanımazdıq. Onun büyük bir misyonu yerine getirir Dilarə xanım Nağıyeva getirib, daha doğrusu indiyə nə qədər də daha yəqin ki davam edəcək şey, Allah uzun ömür versin. Dilarə xanıma minnətdaram ki, yəni hər dəfə biz gəlirik, Ağamsa Nağıyevin ruhunu yad edirik, onu qəbrini ziyarət edirik. Hər birinizə minnətdaram ki, bugünkü gündə hər dəstək olsun Dilarə xanıma. Ağamsa Nağıyevin ruhu şad olsun, onun qarşısında hamımız baş əyirik. Onun xidmətləri unudulmazdır, danılmazdır. Hər birimizin qürur mənbəyimizdir və Allah qəni rəhmət eləsin Dilarə xanım. Sizə minnətdaram ki, uzun illər bu doğrudan da dəyərli bir tədqiqatçısı kimi bizlərə Ağamsa Nağıyevi, nəinki Ağamsa Nağıyevi, 11 Bakı milyonsunuz siz.
Azərbaycana tanıtdırıbsınız. Yəni bəlkə də siz olmasaydınız, mən fikirləşirəm ki, bəlkə də başqaları biraz soyuq münasibət göstərən bu qədər çalışmazdı. Gecəli gündüzlü həyatını sərf eləməzdi bu tədqiqatlara. Sizə minnətdaram. Sağ ol, Yəni çox sağ ol. belə Təşəkkür gözəl ederim. babanız olduğunuz üçün, belə gözəl ürəyiniz olduğunuz Sağ ol. üçün, gözəl qələminizə görə Bahar xanımın yazısı məni də doğrudan kövrətdi. Gözəl yazılarına görə Ağa Musa Nağıyev doğrudan da Avropanı deyək ki, Azərbaycanımıza daşıyıb. Getirici. Azərbaycanımızı həm tərəqqisi, həm mədəni səviyyəsinin yüksəlməsində hər tərəfli bir inkişafında onun ruhu var, əməlləri var, xidmətləri var. Bu danılmazdır. Minnətdaram Sağ ol, Dilarə çox sağ ol. xanım sizə. Təşəkkür ederim. Allah qəni rəhmət eləsin Ağa Musa Nağıyevə. Çok sağ ol. Amma mən yeni xəstəlik icad eləmişəm, musaman xəstəliyi. Musiqiçilər melaman xəstəliyi icad edir. Mən də musaman, yəni ki, xəstəyəm. Mən bu kişinin xəstəsiyəm, Akif müəllim. Mən onun üçün nə isə elədikcə elə bilirəm ki, bəlkə də o məni belə yaşamağımda onun böyük əhəmiyyət daşıyır. Çünki ideyalarla yaşayıram, sabahınla yaşayıram ki, sabah nə isə eləyirəm. Ona görə təşəkkür edirəm Dilarə xanım, verdiyiniz xidmət edirəm. Akizə xanıma çox təşəkkür edirəm ki, bu gün gəlmişsiniz bura. Burada bizdən qazi anası var, gəlir bura. Bu gün mən şəhid analarına əziyyət vermədim. Yorulmamışsınız ki, 20 dəqiqədən sonra gedərik oturarıq. Avtobusda isti. Tərənə xanım, İranda bilirsiniz ki, 3 il bundan öncə böyük bir hadisə, fəlakət baş verdi. Bizim səfirliyə hücum oldu və orada bir şəhidimiz oldu və bir yaralanımız, həmin yaralı qazimimizin indi bu Tərənə xanım simvoludur. Mənlə o gündən, o qəmli günlər bizi dostlaşdırdı, sevdirdi bir-birimizə. Mən həmişə xanım deyir ki, hara gedirsiniz, bir çərə gedirəm, çölə gedirəm, özümə dostlarım var. Mən həmişə belə dostları yanımda görəndə fərəhlənirəm. Hər biri bir tarixdir, hər biriniz bir tarixdir. Ona görə bu tarixlər bizim üçün silinməz tarixdir, yaşanan tarixdir. 5 qədər onun haqqında jurnallarda, qəzetlərdə, sizin də jurnalda çıxırdı. Mən Tərənə xanım bugün qarşınızda bilirəm, gəlmişsiniz də, amma mənə tərifliyim yoxdur. Ben çok söylemeye çok da bacarmıram. Allah rahmet eylesin. Çok şad olsun. Allah size ömür versin. Her il biz sizinle beraber yaşayalım. Çok sağ olun. Çok sağ olun. Hər biriniz televizyon Allah düşmüşsünüz. rəhmətinizə rəhmət eləsin. Mən sizə xəbər edəcəyəm. Yəni burada görünürsünüz hamısı. Əli bəy. Allah rəhmət eləsin. Allah sizə ömür versin. Allah sizə can sağlığı versin. Durum açıldı. Əli bəy, gəlin buraya yanıma. Əli bəy bizim gözəlliyimizi istiqamət verən insanlardan biridir. Məni çox istəyir, mənə anam deyir. Hərdən küsürəm ondan, bugün barışmışam. Allah sizə ömür versin. Mən barışmışam. Allah rəhmət eləsin. Sizə can sağlığı versin. Qəbri olsun. Sağ olun, çok sağ olun, çok sağ olun. Kosmetologlar azlaşıb. Məlahət xanım, Kosmetologlar Qurumunun rəhbəridir, prezidentidir, mənim sağ əlimdir. Amma birinci Bahar'da sonra sən. Bahar xanım mənimdir, 35 ildir mənimdir, 25 ildir mənimdir. Ona görə mən çörək itirən adamlardan döyürəm. Hər birisi mənim işte, bugün yaşamağımda rolunuz var. Amma ki Bahar xanımın 50%'dir o. 45%'dir Allah sağ olun. Dilarə xanım, siz hələ həqiqətən də istəməli xanımsınız. Hamı sizi sevir. Çünki siz bizə Ağamızı sevdirmişsiniz, bizi də musalman eləmişsiniz. Allah sizi qorusun. Nə yaxşı ki, sizin kimi gözəl insanlar, gözəl, hələ də var. Hələ də belə gözəl xanımlarımız var. Çok sağ olun. Başta siz olmaqla. Allah sizə can sağlığı versin. Elə hər bizi yığıb Çok sağ olun. gətirəsiniz. Sizin de yaddaşınızda kalsın bu 2 nəfəri yaddaşınızda güzelleşmek istiyorsunuz. Teşekkür ederim. Teşekkür ederim. Burada bir kadın var, Dilruba Hanım. Dilruba harda karşı. Şəhrimiz çəkdə çək. Yok, yas mərəsimindəydik. Bahar xanımla çıxdıq. Bizim Bahar xanım burada bir ünvan var. Haçandır mən istəyirəm yolumuzun üstündə Musa Nağıyevin binasıdır.
Kasım İsmail'in sözü olan yanında. Zərgər falan 16. İlk İnşallah evidir. yadıma düşdü. Hə. Dedim gedək ora bir deyək. Biz belə oldu ki, təsadüflərin bir zərurət təsadüfdən doğur. Həqiqətən biz Pencərənin yanına baxanda edəndə oradan bir kişi baxır bizə. Sən demə biraz xəstədir və Dilrubə xanımın həyat yoldaşıdır Fazil bəy. O deyir ki, biz içəri girən, deyir siz keçdiniz Dilrubə, ey Allah, heç bu qadın bizə gələydi kəş. Televizorda məni görürlər və amma bilmirlər ki, mən Musaya görə gəlmişəm ora və deməli o vaxtı Ağa Musa Nağıyev ikinci həyat yoldaşını Zührə çıxartanda Ruxsarə xanım az qalırdı görürlər. Yo, ona görə yox, rəhmət oxuyuram. Deməli ikinci yoldaşı Zührə çıxanda Ümmə Səlmə ondan acıq eləyir və cismən ondan ayrılır. Kəbinlə onun axıracan qalır. Amma İsmailin və Ülbübanın anası cismən ondan ayrılır, gəlir. Zərgər falan 16 qabaq ünvan başqa cür olur. Onların hamısı mən araşdırmışam. 81 binasını mən araşdırıb tapmışam. Bizim evimiz orada. Ünvanı ilə sıralamışam. Və o Zərgər falan 16-da o binanı 2 mərtəbəli bina çox beziyir. Orada rəngli işıqlar zatar. Cəmaət gecə bulvara yox, ora gəlirdi. O vaxt bulvar olmuyor. Baxırlar, tamaşa edirlər. Bizim bina. O binaya. Həmin binayı mən gedib tapanda, sıralayanda, hələ girdim ora gedim, görüm oradan kim var? Ümmə Səlmənin ölüm qəbrini istəyirəm Zührə çıxartıb. Getdim, Dilrubə xanımla tanış oldum. Fazil bəyin yoldaşıdır. Həm də Dilrubə xanım orada, Musa Nağıyev orada bacısı oğlu Kərim Kərimov, kosmonavtikanın alimi, Kərim Kərimovun atası onun deməli bacısı oğlu olubdur. O binanı o bağışlayıb olaraq ki, Ümmə Səlməyə yaxşı baxsınlar və Ümmə Səlmə oradan qəbrə də oradan gedib. Eşitdiyinə görə o da 60-cı illərdə, 58-ci illərdə rəhmətə gedib. İnşallah onu da taparıq. Bax, bir xeyirxah işçi də bu təsdiq eləyir. İndi ayrılanda çörək vermirlər uşaqlarına. Bu adam nə boyda xeyirxahdır. Qadın aralanıbsa da ona mülk verir. Ay sağ Ki ol. həm də pul ver, onlara bağışlayır evi ki, sən ona qulluq elə, ölənə qədər. Ay sağ ol. Nümunədir də bizim Hə, yəni evi də bağışlayır. Onun da üstündə nəzarəti də olur. Sadəcə könülla ayrılırlar ki, könül qəlblə ki, belə o ikinci qadını çox gözəl olur. Özdəki biraz modabaz olurdu. Ona görə kişi də onu daha çox beğeni olurdu. Şu tarafına Dilrubə xanımla o gündən bir şeydi. O qədər səvəzəkərlər, o qədər incə qəlbizdir, o qədər xoş əhval-ruhiyyəlidir. Gün olmur ki, mənə zəng edib nəyəsə bir kompliment deməsin. Mən də öldürəm kompliment. Akif müəllimlərinə heç vaxt kompliment eləmir. Mən nə deyə bilərəm? Allah belə insanlara qəni-qəni rəhmət etsin. Onların davamçıları olsun. Sizə can sağlığı versin. Həmişə bizi belə yerasın. Çox sağ olun ki, məni də yaddan çıxartmaqsınız. Çox sağ ol. Çox sağ ol. İndi belə deyək, sıralayaq hamısını mən sizə deyim kimdir. Ruxsarə xanım, bütün apteklarımızın dərmana işiniz düşməsin, amma əlbət sizə lazım olacaq, Məhət xanım sizə lazım olacaq. Yaxşı gündə müraciət edə bilərsiniz. Biznesmen işçi xanımdır, biznesmen xanımdır. Nə deyirlər, bizneslidir. İş xanımı. Amma mən onun yanında deyəm, mən qorxuram, maşallah, o qədər ucadır. Allah qorucu götürürəm. Ona görə çox sevirəm sizi Ruxsarə xanım. Əziyyət çəkdiniz, o boyda yolda gəldiniz. Amma bugün hamınız haqqınızı halal edin, çünki ziyarətə gəlmişsiniz. Halal olsun. Bu qədər gözəl misiya var. Çox duyur nə yalan. Var olun. Allah sizə can sağlığı versin. Və biz hər sizin yanınızda olun. Çox sağ olun, təşəkkür edirəm. Qəmər xanımı tanıdınız. Erşən mənim bacımın oğluydu. Bir dənə gəldi, qarı qalıb bacımın. Vurdu, bir dənə qalıb. Bir dənə qalmış. Qalamam. Çox gülər üstüdür. Həddən artıq çox gülür. Hərdən deyirəm, mənə də oxşayır gülməkdə. Amma həddən artıq deyirəm, gəl elək biz gəlmədik. Həmişə mən bacımla gəlirdim. Burada su qoyurdular, soğuqlar. Su qoyurdular bacım ki, bura kərə götürürdü. Sonra buranı düzəltdilər. O otururdu burada, ancaq ağlayırdı. Prezident aparatından da gedəndə deyirdim, olmaz, sən mən knopka basanda ağlayarsan. Samir gəldi, oğlum gəldi.
Oğlum tanıdı. İnşallah mamanın ruhu şad olsun, babanın ruhu şad olsun. Mamamla bu yolda başlamışım. Benim bacım itəliyib bu yola, sövq edib. Ki, git Dilara, ne eləsən sən edəcəksən. Ona görə Allah rəhmət eləsin. Hər ilə anıram, Bahar xanımın qəbri üstə gedirik, tez-tez. İldə bir dəfə mütləq gedirik və onun halvası mənim evimdə çalınır. Çünki mənim bacımdır, mənim yadigarımdır. Zülfiyə xanım, sizə təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Əziyyət çəkdiniz, güllərə görə təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Dilara xanım. Hər birinizin gəlişi mənim üçün sevincli, qürurdur. Mən bilirəm ki, siz məni saymışsınız. Məndən mən ki, nəkarəyəm ki, bu boyda kişinin qarşısında. Mən heç kimim. Amma mən onun davamçısıyam. Yox, biz sizlə fəxr edirik. Ona görə sizə təşəkkür edirəm. Mən sizlə ona görə fəxr edirəm ki, hər insanın işi deyir ki, öz kökünü, öz atasını, öz babasını yazsın, tanıtsın, göstərsin. Yəni bu hər insan işi deyil. Yəni sizdə böyük bir iradə var, bir qüvvə var, bir güc var ki, siz onu daşımısınız. Yəni həqiqətən də biz sizlə fəxr edirik ki, siz bizim üçün çox böyük örnəksiniz. Təşəkkür ederim. Akif Bey, Safsu şirkətinin öndə gedən əmrəki Türkiyə çarə ilə, bir dəqiqə, Türkiyə çarə ilə məşğuldur. Ceyhunu tapşırıram sizə, Ceyhunun ayağı tam sağlam olanda mənə muştuluğunuzu mən verəcəm sizə. Akif Bey, həm neçə illərdir, səhər 8-dən buradadır. Və buranın bu gün təmizliyi, çistata, все, molla, zapioval, işte doyatı. Hər şeyi Akif müəllim düzür qoşur. Mən Muzey Lenin var idi, oraya gətirdim. Məni komsomola 6 dəfə qəbul edirlər. Ki adam çatmır qrupuya. Davay, gəl, getdik. Əskər getdi. Yenə məni qəbul edirlər. Komsomol. Dedim ki, orada mən 6 dəfə keçdim. İndi Çiləbinskidir ya. Deyir, yenə keçkinir, nə olar ki? Quşun qoyaq ki, adam çatmır. Yenə qoydular. Amma bu işlərdə, Dilara xanım, vaxt gələcək, bu adam çox olduğuna görə heç sayda mümkün olmayacaq ki, bunları sayasın. Niyə görə? Çünki sizin evladlarınız bütün dünyaya səfirdir. Amerikada var, oxuyun, düzdürmü? Sizin işləriniz gedir, sərhədi açıq. Ona görə də bu internet açanlar, görəcəklər ki, o Dilara xanım var burada. Ağamsan ağayı var. Neyniyib? Bu neyle? Bu ne? Və ən real deyirəm də, ən real deyirəm. Neyi hal-hazırda biz nail ola bilərik? Eldar Əzizovun adına bir bəyannamə göndərək ki, bir söz deyir. Hər binaya bir dənə lövhə olsun ki, bu bina Ağa Musa Nağıyevin tərəfindən inşa olmuşdur. Bu qəbul edilməzdi, çünki bunu heç zaman eləməzlər. Eləyərlər. Mən qulaq az istəmirəm. Mən onun 81 binasını sıralayıb kitablarıma salmışam. Mən hesab edirəm ki, bu lövhələri mən vurmuşam. Birinə lövhə vurulsa, o da bəsimizdir. Qoy birinə vurulsun. Amma bu günləri bu cür abidə var. Bu günləri onun adına akademiyaya girəndə qızlarımız hamısı deyir, Dilara xanımın babasının binası qoyur. Onlar mənim qəsimimdir. Mənə o lazımdır ki, sizlər bunu bildiniz, sizlərə çatdırdım. Hərəniz bir 5-10 nəfərə, 20 nəfərə çatdıracaqsınız, bu mənim qəsimimdir. Hər taksiyə minəndə danışır. Mən sözümü dedim Dilara xanım. Çox sağ ol. İstifada olan polkovnikdir, deməli, uzun müddət Ədliyyə Nazirliyin, Yoxsa minnətdaram. Ədliyyə Nazirliyinin deməli müşaviri olubdur və Eldar mənim ən əsası Haqverdiyev, Əbdürrəhim bəy Haqverdiyev şəcərəsinin yetişdirməsidir, onun davamçısıdır. Ona görə bizi nəsil şəcərə birləşdirdi. Ona çox gözəl insandır, ensiklopediyadır, 14 kitab müəllifidir, mən deyərdim. Sən olmuşdu, bu 14'dür. Çünki Eldar mənim elədikləri hərəsi bir kitab üçün Arxivlər yaradır. Bəli. Qeyri-hökumət təşkilatının rəhbəridir, Haqverdiyev mərkəzini yaradır və ən əsası bir dənə alqış istəyirəm ki, Eldar mənim bu yaxında medianın 150'lik medalına layiq görülübdür. O ondan da çox malikdir, lazımdır, ona verilməlidir. Amma Rab mənim görürsünüz, planlarımız böyükdür. İnşallah hər şey yaxşı olacaq.
Нам всегда хорошо. Biz çocuklar babalarımızın demişler. işini devam edirik. Siz mi İnşallah babalarımızın böyle yükünü daşıyırıq və onların adını daşıyırıq və fəxr diyoruz? Ve edirik. Mən işini devam, bilirəm ki, işlerini devam edirik. bəli, işlərini də davam edirik və Eldar müəllim kiçiklik edir həmişə. Böyük adamdır. Baxmayın ona, kiçiklik edir, həmişə gəlir. Mənim üçün bu tədbirlərimi harda olsam Borcumuzdur, mənim gəlməlidir. ardımca işıqlandırır. Çox sağ olun Eldar müəllim. Təşəkkür edirəm. Allah papacan sağlığı versin. 100 neçə yaşında atasının 100 yaş. maşallah. 100. 100. Hak verdiğimin Sağ olun, neticesi sağ odur. Nevesi 100 yaşı var. Allah can sağ olun. Çok sağ olun. Günümün hesabatını bu kişiye verdim. Çok sağ olun. İndi çekizler çektirin.